Həmkarlarla sərhədləri qorumaq lazımdır. Əgər siz tənəffüsdə, nə deyirlər, açıq pəncərə, elə deyirlər, hə, dərslər arasında. Tənəffüslərdə öz həmkarlarınızla həddindən artıq səmimiyyət içində olursunuzsa, bura nə daxildir? Özünə aid şəxsi məlumatları vermək, sirlərini bölüşmək, planların haqqında danışmaq, eyni ilə ondan da soruşmaq. Bunun qədər münasibət korlayan ikinci bir variant tanımıram. Öncə hər şey əladır, dağıdırsınız bir-birinizin divarlarını, bir orta yerdə görüşəndə qırğın dava düşür. Bu deyir mənim yerimdir, o deyir mənim yerimdir. Ən gözəli, köməklik göstər, ümumi mövzular üzərində müzakirələrə qoşul, səmimi ol, xoş salamlaş, amma şəxsi sərhədləri qoruyun. Əks təqdirdə bu səmimiyyətdən mərəz doğacaq, 100% doğacaq. Rəhbərliklə ünsiyyətə gəlincə, hər nə qədər rəhbər şəxslər özləri də müəllim olsalar da, idarəetmənin insana verdiyi bir başqa davranış şəkli var. Sən artıq orada müəllimlikdən çıxırsan. Sən böyük bir müəssisəni idarə edirsən, neçə müəllim, o qədər şagird, hər şeyə sən cavabdehsən. Məsul şəxssən. Məsul şəxssən, hər şey səndən soruşulacaq. Ola bilsin ki, rəhbərliyin də bəzən üslubu acı ola bilir. Müəllim əgər emosiyalarına qapılıb sürəkli onunla dalaşırsa, bunun sonu yoxdur. Onda sən gərək məktəbini dəyişdirəsən, sonra oradakı direktorla dalaşırsan, oradan ora. Bunun sonu yoxdur. Bəli. Ən yaxşısı bu kimi durumlarda əvvəla çox əgər şəxsiyyətə toxunan sözlər deyirsə, orada durdu. İlk dəfəsində, əşi bugün müəllim əsəbi deyib, yox da demək olmaz. Birinci dəfəsində hər şey önəmlidir. Filan kəs müəllim, deyək ki, bizim direktorumuzun adı Əhməddir. Əhməd müəllim, mən sizi dinlədim, ortada bir problem var. Biz bu problemi danışaraq həll eləyəcəyik. Amma lütfən mənlə danışarkən səsinizin tonuna, qurduğunuz sözlərə, seçdiyiniz cümlələrə fikir verin. Ya da tərsinə olmalıdır. Qurduğunuz cümlələri, seçdiyiniz sözlərə fikir verin. İnanın, heç bir direktor bundan ötürü sizi işdən qovmayacaq. İndi isə gəlin keçək mövzunun müzakirəsinə. Bəli, siz haqlısınız, belə bir hal yaşanıbdır. Mən indi onu sizə ətraflı formada izah edəcəm. Sizin onunla da danışığınız, özü mütləq səsinizin tonu onunla dəfələrlə aşağı olmalıdır. Bütün mübahisələrdə qarşınızdakı adam qışqırırsa, sən çox yavaşdan danış. Çox yavaşdan. O məcbur qalır, ora düşür. İkinci variant yoxdur. Əgər görsə ki, onun bağırtısı sənin səsini üstələyir, sual vermirsən, imkan ver, cavab verim, düzdür. Sən mənə qulaq asmırsansa, mən danışmayacağam. Elə bilirsən, səndən daha çox bağıracam ki, məni eşidəsən. Yox, bu sənin problemindir. Sən məndən nəsə öyrənmək istəyirsən. O zaman sakitləş. Bunu özü sözümlə demirəm. Yavaşdan danışıram, görəm qulaq asmır. Gözləyirəm, səbirlə. Dəyərli adamdırsa gözləyirəm. Yoxsa ki, biz də insanıq, robot deyilik ki, bir də görsən, qapını çırpıb getdiyimiz olur, yerdən uzaqlaşdığımız olur. Demək istəyirəm ki, hətta direktor belə tabeliyində 100 müəllim olsa da, inanın yüzünə də fərqli davranır. Sən birinci dəfədən öz tərzini ortalığa qoyursan, sonra da diqqət edirsən. Bir də direktorların, ümumiyyətlə rəhbər şəxslərin davamlı ideya verən, yardımcı olan, yaradıcı fikirlər gətirən müəllimlərə bir başqa münasibəti olur.